Kremlin elan etdiyi atəşkəsə baxmayaraq Ruslar aktiv hərbi əməliyyatları davam etdiriblər. Düşmən ordusu təkcə canlı qüvvə deyil, həm də çoxlu sayda texnika itirir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb. Ötən gün ərzində Rusiya 1300 nəfər ölü və yaralı, həmçinin 200-dən çox silah və hərbi texnika itilib. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirir ki, ötən gün ərzində düşmən Ukrayna bölmələrinin mövqelərinə və yaşayış məntəqələrinə bir raket və 18 hava zərbəsi endirib. Bir raketdən istifadə edib və 32 ədəd idarə olunan aviasiya bombası atıb. Bundan əlavə düşmən təxminən 4000 hücum həyata keçirib. Onlardan 67-si reaktiv yayılım atəşi sistemlərindən olub və məhv etmək üçün 2659 kamikadze dronundan istifadə edib. Beləliklə, Xarkov istiqamətində Volçansk rayonunda düşmənin 4 hücumu dəf edilib. Kupyansk istiqamətində işğalçıların 4 hücumu Sinkivka, Stepova, Novoselivka, Novokuryakivka yaxınlığında və Novosnov istiqamətində dəf edilib. Liman istiqamətində düşmən Nadia Novoyharivka, Ritkodub, Rikivka, Novomixaylovka, Kaladyazi, Zelena Dolina və Torski yaşayış məntəqələri yaxınlığında 27 dəfə hücum edib. Siversk istiqamətində Biloharivka və Fedorivka rayonlarında düşmənin 5 hücum əməliyyatı dəf edilib. Kramatorsk istiqamətində Çasov-Yar və Kulyumivka rayonlarında 6 hücum dəf edilib. Karetsk istiqamətində düşmən Krımski və Taretsk yaxınlığında müdafiə qüvvələrinin mövqelərinə 9 hücum həyata keçirib. Pakrovsk istiqamətində müdafiə qüvvələri Aleksandropil, Yelizavetivka, Frodivka, Miralyubivka, Dachinska, Zivirover-Kotlin, Udachne, Novoaleksandrivka, Kotlyarivka, Preobrazenka və Andrivka yaşayış məntəqələri rayonlarında təcavüzkarın 71 hücum və irəliləmə cəhdinin qarşısını alır. Novopavivka istiqamətində müdafiə qüvvələri Rozlu, Novosika, Novopil, Privilne, Burlaski yaxınlığında və Odradlı istiqamətində düşmənin 28 hücumunu dəf edib. Oeliyin, Sirilik, Xağazvə istiqamətində Stepove və Şçerbaki rayonlarında 3 hücum dəf edilib. Dnipro istiqamətində düşmənin 5 hücumu dəf edilib. Ötən gün ərzində Kursk vilayətindəki əməliyyat zonasında Ukrayna əskərləri düşmənin 19 hücumunu dəf ediblər. Düşmən burada 17 idarə olunan bombadan istifadə edərək 9 hava zərbəsi endirib. Həmçinin müdafiə qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 6 reaktiv yayılım atəşi sistemlərindən olmaqla 274 artilleri hücumu həyata keçirib. Rusiya qüvvələri Taretski şərqdən yan keçmək üçün açıq ərazidən motosikletlərlə hücuma keçməyə cəhd ediblər. Lakin Ukrayna müdafiəçiləri tank əleyhinə minları motosiklet hücumuna uyğunlaşdırıblar və cinahdan keçmə cəhdini cəbhə xəttinə çatmamış bahalı bir uğursuzluğa çeviriblər. Bu barədə Euromaydan press media orqanı məlumat yayıb. Rusiya qüvvələri Taretsk uğrunda döyüşlər zamanı bir çox çətinliklərlə üzləşir və böyük itkilər verir. Şəhər daxilində döyüşlərin aparılması getdikcə qeyri-mümkün hala gəldiyi üçün onlar alternativ yol axtarırlar. Ukrayna cinahlarına təzyiq göstərməyə və onları geri çəkilməyə və Taretski Rusiya qüvvələrinə təslim etməyə məcbur etməyə ümid edirlər. Əvvəllər Rusiya qüvvələri Şerbnivka ətrafında Taretskin cənub cinahına hücum edərək bunu sınamışdılar. Lakin Azov briqadasının döyüşçüləri tərəfindən geri oturdulmuşdular.
Ona görə də Ruslar şimal cinahı boyunca Daşne və Drivka istiqamətində hücum etməyə qərar verdilər. Burada ərazi əsasən açıq sahələrdən, dəmir yolu xəttindən və kiçik ağaclıq sahələrdən ibarətdir. Evromaydan Press bildirir ki, bu şərait Ruslara daha yüksək manevr qabiliyyətindən və ağır zirehdən üstünlük kimi istifadə etmək üçün mexaniləşdirilmiş və motorlaşdırılmış hücumlar həyata keçirməyə imkan verir. İlk hücumları üçün Ruslar Drujbada tanklar və piyada döyüş maşınları topladılar, sahələri keçmək və piyadalarını yerləşdirmək üçün ağır zirəyə güvənirdilər. Lokasiya edilmiş döyüş görüntüləri göstərir ki, Rusiya koloniyası qeyri-adi dərəcədə yavaş hərəkət edirdi. Ruslar öz zirehli texnikalarını tank əleyhinə kamikadze dronlarından qorunmaq üçün taxta, rezin və metal zəncirlərdən istifadə edərək sözdə tısbax tanklarına çevirirdilər. Lakin bu sürünən tempə səbəb oldu. Bu da Ukrayna dronlarına zilehdəki zəif nöqtələri diqqətlə tapmaq və təkrar dəqiq zərbələrlə maşınları sıradan çıxarmaq üçün kifayət qədər vaxt verdi. Əsas zəiflik tank əleyhinə piyada, əleyhinə minalarla dolu mina sahələrini yalnız avtomobillər, zirehli texnika və tanklar kimi ağır texnikada işə düşməsi idi ki, bu da onları motosiklet kimi yüngül texnikaya qarşı təsirsiz edirdi. Buna görə də Ukraynalılar piyada əleyhinə və məftillə işə salınan piyada əleyhinə minalardan istifadəni artırdılar ki, bu da əskərin ayağının yüngül təzyiqi altında və ya bu halda motosikletin təkərlərinin təzyiqi altında partlaya bilər. Bundan əlavə, Ukrayna sapyorları öz istehsalı olan minalarını daha yüngül çəkidə də işə düşəcək şəkildə dəyişdirdilər. Partlayıcı maddələri xüsusi olaraq Rusiya motosikletləri ilə hərəkət edən piyadalarını məhv etmək üçün yenidən kalibrlədilər və incə tənzimlədilər. Ümumilikdə geolokasiyalar göstərir ki, Ruslar Ukrayna mövqelərinə yaxınlaşa bilməyiblər, belə ki, Ukraynalılar öz xətlərindəki zəifliyi effektiv şəkildə aradan qaldırıblar və indi daha güclüdürlər. Bu barədə Evromaydan Press media orqanı məlumat yayıb. Ağır zirehli tısbax tankları bir zərbə ilə sıradan çıxmasalar da çox vaxt o qədər yavaş hərəkət edirlər ki, Ukrayna dronları onlara hücum etmək və təkrar zərbələrlə sıradan çıxarmaq üçün kifayət qədər vaxta malik olurlar.